İzləyicimizdən belə bir sual gəlib. Xanım qeyd eləyir ki, menstruasiyadan qabaq, aybaşdan qabaq xanımda baş ağrıları baş verir. Bundan əlavə aybaşı qanı miqdarında azalma hiss eləyir. Aybaşı miqdarı azalır və aybaşı günlərinin sayı 2 gündür. Əslində aybaşıdan qabaq baş verən baş ağrıları normal hal sayılır. Yəni bu bədəndə baş verən proseslərlə əlaqədardır. Çünki aybaşı dönəmində qadın hormonu estrogen minimum həddə çatır bədəndə və buna bağlı serotoninin miqdarı qanda düşür. Bu isə həm baş ağrılarına, həm də əhval-ruhiyyənin pisləşməsinə, depressiv hallara gətirib çıxarır. Ancaq xanımın qeyd elədiyi aybaşı qan miqdarında azalma, menstruasiyanın azalması isə hansısa bir patologiyanın göstəricisi ola bilər. Təbii ki, bu bir sıra səbəblərdən, həm hormonal pozğunluqlardan, bundan başqa həm də uşaqlıq daxili endometriumun zədələnməsi ilə əlaqəli ola bilər. Ona görə də bu xanım mütləq müayinə olunmalıdır, hormonal müayinələr aparılmalıdır. Məsələn, bəzi hormonal pozğunluqlar, prolaktinin miqdarının artmağı, tənbəl zoğ, bundan başqa, məsələn, əgər qadınlar davamlı hamiləlikdən qorunma həbləri istifadə edirlərsə, bunlar da aybaşı qanının miqdarının azalmasına gətirib çıxara bilir. Yəni, xanıma məsləhət mütləq həkim qəbulunda olsun, müayinə olunsun və aybaşı qanının miqdarının azalmasını aydınlaşdırsın.